nəqliyyat vasitələri insanlar üçün çox təhlükəli olan mühəndislik tapşırıqlarını yerinə yetirə bilər. Martın 27-sində Putinin ordusu Pokrovsk yaxınlığındakı Ukrayna mövqelərini növbəti hücuma keçdi. Lakin düşmən geri çəkilməyə məcbur oldu və döyüş meydanında hərbi texnikasını qoyub getdi. Forbesin məlumatına görə eyni zamanda işğalçılar tikanlı məftil maneəsini tankdan istifadə edərək yarmağa cəhd etdilər. Lakin Ukrayna qüvvələri tikanlı məftil daşıya bilən yerüstü robotların köməyi ilə bu boşluğu tez bir zamanda bağlamağa nail oldu. Putinin ordusu adətən kiçik qruplar şəklində irəliləyir və zirehli texnika əvəzinə mülki nəqliyyat vasitələrindən istifadə edir. Lakin son hücum istisna idi, çünki hücum edənlər arasında T-90M tankı müşahidə edilirdi. Ukraynalı hərbi müxbirlərin bildirdiyinə görə bu hücum da əvvəlkilər kimi düşmənin zəifliyini göstərdi. Rusiya tankı atəşə tutuldu və zədələndi. Zirehli texnika tikanlı məftil maneəsini keçməyə çalışaraq onu qismən məhv etdi. Lakin ertəsi səhər tankın ətrafında yeni tikanlı məftil görünürdü. Görünür T-90 tankı zədələnmişdi. Ekipaj ya həlak olmuş, ya da onu tərk etməyə hazırlaşırdı. Tank məftilləri keçib irəliləməyə çalışsa da daha sonra dayandı. Cümə axşamına keçən gecə kim və ya nə isə məftildə yaranan boşluğu bərpa etdi. Ertəsi səhər bir Ukrayna pilotsuz hava vasitəsi çəkiliş apardı və tankın ətrafında yeni məftil hissəsinin olduğunu təsdiqlədi. Ukraynanın cənubunda blok yazan Special Kherson Kit yeni məftilin Ukrayna pilotsuz yerüstü nəqliyyat vasitəsi tərəfindən qoyulduğunu ehtimal edib. Bu xüsusilə təhlükəli bir vəzifə idi və əvvəllər onu xüsusi təlim keçmiş mühəndislər yerinə yetirirdi. Bu ehtimal doğrudur. Ukraynanın bir çox briqadası ən riskli mühəndislik tapşırıqları üçün radio kontrollu pilotsuz yerüstü nəqliyyat vasitələrindən istifadə edir. 93-cü mexanikləşdirilmiş briqadanın bir əskəri rəsmi videoda qeyd edir ki, bu işimizi bütün sahələrdə xeyli asanlaşdırır. Məftil çəkmə funksiyasına malik robotlar sadə tırtırlı nəqliyyat vasitələri olub. Arxa hissəsində tikanlı məftil rulonu daşımaq üçün nəzərdə tutulub. Uzaqdan idarə olunan operator robotun ön kamerası vasitəsilə önünü görərək onu ön xəttə sürür. Məftilin ucunu mövcud məftilə bağlayır və rulonu açaraq yerə sərir. Əgər ruslar bu robotu görüb onu məhv etsələr, böyük itki olmayacaq. 93-cü mexanikləşdirilmiş briqadanın digər bir əskəri isə belə deyib: robotun sıradan çıxması daha yaxşıdır.